Fatmeyimizə canım da qurban. Bu kənd üçün nədir ki bir can? Elə bu kəndi yaşadan oğullar, dosta dostu, düşmana düşman. Fatmeyimizə canım da qurban. Bu kənd üçün nədir ki bir can? Elə bu kəndi yaşadan oğullar, dosta dostu, düşmana düşman. Bakının ən ündür kəndindən biri, Küleyi fəth edəndir onun təsviri. Bu kənddə çoxdur imanlı ürəklər, o imanı fəth edə bilməz küləklər. Bu kəndində var nə qədər alimi, neçə ziyalısı din xadimi. Şeyx Ağoy seni yad eyliyim gərək, biz o mümin insana rəhmət deyək. Bu kənddə daim yaşayır din iman. Fatmeyimizə canım da qurban. Bu kənd üçün nədir ki bir can? Elə bu kəndi yaşadan oğullar, dosta dostu, düşmana düşman. Fatmeyimizə canım da qurban. Bu kənd üçün nədir ki bir can? Elə bu kəndi yaşadan oğullar, dosta dostu, düşmana düşman. Qarayevin o böyük şöhrəti hələ də yaşatdırır bizim dövləti. Ona Fatmey olsa da doğma ünvan, onunla fəxr eləyir Azərbaycan. Cəlil Cavadovun özü də ziyalı, ölkəmizin ilk kontur admiralı. Diyar Allah verdiyi vəd rəhmət, şəhidlərin son məkanıdır cənnət. Bu torpaq şəhid verib zaman zaman. Fatmeyimizə canım da qurban. Bu kənd üçün nədir ki bir can? Elə bu kəndi yaşadan oğullar, dosta dostu, düşmana düşman. Fatmeyimizə canım da qurban. Bu kənd üçün nədir ki bir can? Elə bu kəndi yaşadan oğullar, dosta dostu, düşmana düşman. Əli ədalət oğlu arzusudur bu, Fatmey haqqında gedir bu mövzu. Gərək yad eləyim oğru neyməti, böyük qardaşı tanıyıb əksəriyyəti. Bakınski yaşa deyiblər ona, elə bu adla ömrünü vurmuş sona. Yaxşılarla eləyir iftixarı, bu kənd yaxşı oğulların diyarı. Burada yaxşı oğula verirlər təkan. Fatmeyimizə canım da qurban. Bu kənd üçün nədir ki bir can? Elə bu kəndi yaşadan oğullar, dosta dostu, düşmana düşman. Fatmeyimizə canım da qurban. Bu kənd üçün nədir ki bir can? Elə bu kəndi yaşadan oğullar, dosta dostu, düşmana düşman.